Salam, hər vaxtınız xeyir olsun, hörmətli kanal izləyicilərimiz. Bugün sizlərə Masazır qəsəbəsində 6 saylı orta məktəbin tam yaxınlığında 2 mərtəbəli 4 otaqlı həyətimizi çəkib təqdim edəcəm dəyərli izləyicilərimiz. Gördüyünüz kimi belə bir fasad görsəmi var. Qoşa daş fundament kəmər, mərtəbə arası monolit betondur. Baxın, belə bir xarici görsəmi var. Həyətyanı sahəsinə sərbəst şəkildə 2 avtomobil daxil ola bilir. Gördüyünüz kimi belə bir həyətyan sahəsidir. Bütün kommunallar var. Mərkəzi kanalizasiya sistemi də var. Hündür ərazidir. Nəmişlik, mütübbət olmayan bir yerdir. Evimizin burada yerləşir. Fazbal hissəsi sizlərə çəkim təqdim edim. Baxın, belə bir fazbal hissəsidir. Paket kupça dövlət ipotekasına yaralıdır. Gördüyünüz belə bir həyətyan sahəsi və mərkəzi giriş qapısıdır. Qiymət 103.000 manatdır. Real alıcıya yenə də indirim olunacaq. Daxil olaq evimizin içərisinə. Belə bir dəhliz hissəsidir. Metlaq sahəsi, döşəməsi istipoldur. Və burada yerləşir evimizin qonaq otağı. Belə bir geniş qonaq otağıdır. Belə bir qonaq otağıdır. Mənim əlaqə nömrəm 055 277 74 77 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Buyurub evlər haqqında məlumat bilə bilərsiniz. Baxın, belə bir mətbəx sahəsidir. Belə bir mətbəxdir. Və burada yerləşir evimizin sanitar qoşağı. Belə bir geniş sanitar qoşaqdır. Daxil olaq evimizin ikinci mərtəbəsinə. Evimizin belə bir ikinci mərtəbəsinin dəhliz hissəsidir. Hörmətli izləyicilərimiz, geniş belə bir dəhlizi var. Və burada yerləşir evimizin sanitar qoşaq. İkinci mərtəbədə yerləşir sanitar qoşağı. 4 otaqdan ibarətdir, hörmətli izləyicilərimiz. Baxın, burada yerləşir evimizin yataq otağı, birinci yataq otağı. Və burada yerləşir evimizin ikinci yataq otağı. Gördüyünüz kimi belə bir yataq otağı. Və üçüncü yataq otağı. Pəncərələrin qarşısı açıqdır. Hörmətli izləyicilərim, hər bir üzərimizə evlərimiz var əlimizdə. İstər Xırdalan, istər Masazır qəsəbəsində. Kanalımıza abunə olmağı unutmayın ki, belə həyət evlərimiz satışa xüsusən izləyə bilərsiniz. Evimizin qiyməti 103.000 manat, real alıcıya indirim olunacaq. Sağ olun, salamat qalın.